Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, biz adətən mənzil qiymətlərinin artımı ilə bağlı xəbərlər təqdim edirik, amma bu dəfə bir fərqlilik edəcəyik. Çünki son əldə etdiyimiz informasiyaya görə bəzi şəhər ətrafı ərazilərdə mənzillərin qiyməti aşağı enib. Söhbət bir qədər daha uzaq ərazilərdən gedir. Xırdalan, Binə, Kürdəxanı, Zabrat qəsəbəsi bu kimi ərazilərdə. Deyilinə görə mənzillər daha çox saya artırılıb, qiymət də elə bu səbəbdən enib. Daha ətraflı informasiyanı almaq üçün üstüm elə əmlak eksperti qonağım Elnur Fərzəliyevdən informasiyalar alacağıq. Xoş gördük Elnur bəy. Hansı ərazilərdən söhbət gedir və nə qədər qiymət azalması müşahidə edilir? Təfərrüatları sizdən eşidək. Artıq uzun illərdir ki, paytaxt və paytaxt ətrafı ərazilərdəki daşınmaz əmlakların satış qiymətlərində kəskin qiymət artımları müşahidə olunurdu. Qiymət artımlarının böyük bir hissəsi süni qiymət artımlarıdır ki, bu səbəbdən əmlak bazarı hal-hazırda ciddi müştəri qıtlığı ilə üzləşib ki, müştərilərin olmaması səbəbindən artıq əmlak bazarına kütləvi halda yeni əmlaklar satışa çıxarıb. Bu da əmlakların satışa çox çıxarılması rəqabət yaradır ki, rəqabət səbəbindən qiymətlərdə enmələr müşahidə olunur. Hal-hazırda Bakı ətrafı ərazilərdə xüsusən daha çox əmlaklar satışa çıxarılıb ki, buna da bir çox səbəblər var. Həmin ərazilərlə paytaxt mərkəz arasında infrastrukturun zəif olması, yəni vətəndaşların iş yerinə gəlib getmələri üçün günlərinin bir neçə saatlarının tıxaclarda keçilməsidir. Həmin ərazilərdəki əmlakların böyük hissəsinin çıxarışın olmaması səbəbindən vətəndaşlar bu əmlaklardan hüquqi qaydada istifadə edə bilmirlər, qeydiyyata düşə bilmirlər və bir çox başqa amillər var ki, bu səbəbdən artıq həmin ərazilərdəki evlərin böyük hissəsi kütləvi halda satışa çıxıb ki, satışa çıxan əmlakların çox olması yaxın gələcəkdə də bu ərazilərdə qiymətlərin enməsinə gətirib çıxaracaq. Başqa bir tərəfdən isə mərkəz ərazilərdə də Bakının mərkəz və mərkəz ətrafı ərazilərdə qiymətlərin pik həddə çatması artıq maksimal qiymət həddinə çatıb və düşünürəm ki, yaxın gələcəkdə də paytaxtın mərkəz ərazilərindəki əmlakların qiymətlərində də enmələr qaçılmaz olacaqdır. Təşəkkür edirəm. Çox sağ olun informasiyalar verdiyiniz üçün. Bəli, şəhər ətrafı ərazilərdə dediyimiz kimi qiymət azalıb, amma uzaqda olduğu üçün məcbur qalır insanlar saatlarla oradan paytaxt Bakıya gəlmək üçün. İşləyənlər təbii ki, ən çox burada olduğu üçün daha çox xərc çəkmək, yəni yol pulundan söhbət gedir və bu baxımdan bir qədər çətinlik çəkə bilərlər, amma iş yerləri həmin şəhər ətrafı ərazilərdə olanlar daha yəni fürsətdən yararlanıb elə indiki məqamda mənzil almaq üçün tələsə bilərlər. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizimlə bölüşdüyün üçün.